Tamam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Həcər müəlliməm. Bir izləyicimin xahişi ilə, bir izləyicimin istəyi ilə sertifikasiya nümunələrinə aid son təqdim olunan sualların izahını çəkirəm sizin üçün. İlk sualdan başlayaq. İntensiv surətdə çoxalan, yəni 20 dəqiqədən bir çoxalan 3 ilkin bakteriyada bölünmələrin sayı cəmi 381 olmuşdur. 3 bakteriya üçün bölünmə sayı 381 olmuşdur. Onda 381-i bölərəm 3-ə, bir bakteriyada olan bölünmə sayını müəyyən eləmək üçün. Demək, 381 bölünsün 3, eləcək 127. Deməli, bir bakteriyada bölünmə sayı 120 olmuşdur. Bölünmə sayı dedikdə, bölünməyə məruz qalan anlayışı ilə eyni yolla hesablanır. Eyni qayda ilə hesablanır, amma təbii ki, burada mahiyyət fərqlidir. Bölünmə sayı bölünməyə məruz qalan bakteriya sayı deyil. Hesablama yolu eynidir bunun. Bilirik ki, bir bakteriyadan bir saatda 2 üstü 3 qədər, yəni 8 fərd əmələ gəlir. 8 fərd əmələ gəlibsə, əmələ gələn fərdlərdən başlanğıc bakteriyanı çıxmaqla bölünmə sayı və yaxud da bölünməyə məruz qalan bakteriyaların sayını hesablamaq olar. 1 saat üçün 7 eləyəcək. İndi 2 saat üçün bir bakteriyadan 2 saat üçün hesablasaq, 2 saat 2 üstü 6 eləyəcək. Bu da eləyəcək 64 fərd əmələ gəlib, amma 64-dən başlanğıcda dayan bir dənə bakteriyanı çıxanda 63 bölünmə sayı və ya 63 bölünməyə məruz qalan bakteriya sayı verilib. Bizdə də bölünmə sayı 127-dir və müəyyən müddət ərzində 127 olub. 2 üstü 7 128 eləyir. Deməli, 7 dənə 20 dəqiqə keçib ki, 128 bakteriya əmələ gəlib birindən və buna 127 bölünmə prosesi sərf olunub. 127 bölünmə baş verib. Onda bu şəkildə hesablaya bilərdik ki, bir bakteriyadan ümumi bölünmələrin sayını 381 veribdir. 3 ilkin bakteriya arasında böləndə birinə 127-si çatmış olur və bir bakteriyanın bu bakteriyanın bölünməsinə nə qədər vaxt sərf olunmuşdur? 127 bölünmə 128 bakteriya deməkdir. 2 üstü 7 qədər, yəni 7 dənə 20 dəqiqə sərf olunub bu prosesə. 7 dənə 20 dəqiqə verəcək 140 dəqiqə. Və bir bakteriyanın son bölünməsində neçə fərd iştirak edir? Bir bakteriya idi, bir dəfə bölünəndə olacaq 2, 2 dəfə bölünəndə olacaq 4, 3-cü dəfə bölünəndə 8, 4-cü dəfə 16, 5-ci dəfə 32, 6-cı dəfə 64, 7-ci dəfədə bölünəndə 128 əmələ gəlir. Bəs 128 sonda əmələ gələn bakteriyadır. Neçə bakteriya bölünüb ki, 128 dənəsi əmələ gəlib? Son bölünən bakteriyaların sayı 64-dür. Yəni, həmişə bunu necə hesablayın? 128 dənədirsə, 2-yə bölün, özündən əvvəlkinin sayını tapın ki, 2 dəfə artıb olub 128. Deməli, buna sərf olunan zaman istəyir bizdən 140 dəqiqə sərf olunub və bir bakteriyanın son bölünməsində 64 fərd iştirak edib. Ən çox soruşulan suallardan biri buydu. Ümid edirəm ki, düzgün izahını verə bildim. İkinci sual, söyüd bitkisi çoxalarkən milkök sistemi əmələ gəlmirsə. Onu qeyd edeyim ki, mən sualın şərtini, variantlarını müəllifin təqdim etdiyi kimi olduğu şəkildə köçürtmüşəm. Amma müəyyən yerlərdə çatışmazlıqlar var, onları da qeyd edəcəm. Bir də sualların tərtibatı bir qədər məncə daha əl gəzdirilmiş olmalıdır. Çünki biraz quruluşunda çatışmayan hissələr var. Söyüd bitkisi çoxalarkən milkök sistemi əmələ gəlmirsə, milkök sistemin əmələ gəlməsi üçün bitkini toxumla çoxaltmalıydıq. Toxum generativ orqandır. Onda əmələ gəlmirsə, deməli bu bitki toxumla çoxalmayıb. Yəni, vegetativ yolla çoxalıb ki, onda milkök sistemi əmələ gəlmir. Ontogenezdə rüşeym köktüyü olur, olmaz. Çünki rüşeym köktüyü
toxumla inkişaf edər. Meyoz bölünmə getmir. Yəni meyoz bölünmə gedə bilər ontogenezində deyil. Mən lap vegetativ yolla çoxaltdım, o bitki böyüdü, inkişaf etdi, meyoz bölünmə keçirdir. Onun maylanmasında iki sperm iştirak etmir dediyinə görə yanlışdır. Birincisi biz burada mayalama aparmadıq, vegetativ yolla çoxaltdıq. Onun ontogenezi vegetativ orqanlardan başlayır, yəni hər hansı bir vegetativ orqandan çoxalma baş verib. Üçüncü, çiçəkli bitkilərin çoxalması zamanı mayalanmada 2 hüceyrə iştirak edir, yox, 4 hüceyrə iştirak edir. 4 hüceyrə. Bu 4 hüceyrə hansılardır? 2 dənə spermi, 1 yumurta hüceyrə, 1 dənə də mərkəzi hüceyrə. 3 qamet iştirak edir. 3 qamet hansılardır? 2 dənə spermi qametdir, 1 dənə də yumurta hüceyrə qametdir. 4 qamet deyir, yox 3 olmalıydı. 3 hərəkətli qamet dediyi, bunlarda hərəkətli qametə rast gəlmirik. Çünki spermi dediyimiz hərəkətsizdir. Dişi qametlə erkək qametin nisbəti 1-in 2-yə nisbətindədir. 1 yumurta, 2 spermi 1-in 2-yə nisbətindədir. D variantımız doğru olacaq. Dördüncü sual, çiçəkli bitkilərin qeyri-cinsi çoxalmasında ola bilər ki, qeyri-cinsi çoxalma dediyimiz vegetativ yolla, calaqla çoxalma, bunlarda iki valideyn fərd iştirak etsin. Bəli, məsələn, calağı götürsək, yeganə qeyri-cinsi çoxalma formasıdır ki, orada iki valideyn fərd iştirak edir. Beşinci sual, Xlamidomonadanın cinsi çoxalması zamanı mayalamada iştirak edən qametlərin sayını n ilə işarə etsək, alınan yeni fərdlərdə qamçıların sayını necə göstərmək olar? Demək ki, mayalanmada 2 qamet iştirak edir. 2 qamet, bir ziqotun əmələ gəlməsində. Bu zaman bir ziqot yaranır. O ziqotdan meyoz yolla bölünür, 4 dənə fərd əmələ gəlir. O fərdin hər birinin 2 dənə qamçısı olanda 8 dənə qamçı əmələ gəlmiş olur. Yəni bir ziqotun parçalanmasından 8 qamçı əmələ gəlir. Onda tənasübünü belə qurum. 2 qamet iştirak eləyəndə alınan yeni fərdlərdə qamçıların sayı 8 olurdusa, n sayda qamet iştirak edibsə, bunların sayı nə qədər olacaq? X də bərabərdir 8n bölünsün 2, o da eləyəcək 4n. Düzgün cavabımız olacaq 4n. Altıncı sual, spirogiranın cinsi çoxalması zamanı yaranan ziqotların sayı 5 olmuşdur. Sonda maksimum neçə hüceyrədən yeni orqanizm yarana bilər? Spirogiranın cinsi çoxalması konjugasiya ilə baş verir. Konjugasiyası zamanı bir ziqot yaranır. O ziqot meyoz yolla bölündükdə, yəni bir dənə ziqot yaranır. Ziqot meyoz yolla bölündükdə 4 hüceyrə əmələ gətirir. Bunun 3 dənəsi məhv olur, bir hüceyrə qalır. Həmin o bir hüceyrədən də bir orqanizm inkişaf edir. Orqanizm. Deməli, bir ziqotdan 4 hüceyrə yaranır, 3-ü məhv olur, bir dənəsi bir fərdə çevrilir. O zaman 5 ziqot yaranıbsa, deməli 5 dənə də fərd əmələ gəlmiş olacaq. 7-ci sual, əgər 50 ulotrix yosununda nüvə və xromatoforların cəmini n ilə işarə etsək, onda onların hüceyrə, nüvə və xromatoforların cəmini necə ifadə etmək olar? 50 dənə ulotrix yosunlarında cəmi nüvə və xromatoforları n ilə işarə edib. Bax, burada nüvə və xromatoforların yerinə n qoyacam. Onda onun hüceyrə, nüvə və xromatoforlarını necə ifadə etmək olar? 50 dənə yosunda nüvə və xromatoforlar n qədərdirsə, hüceyrə sayını axtarıramsa, n qədər nüvə və xromatofor varsa, n bölünsün 2, üstə gəlinsin 1 qədər də hüceyrə olacaq. Düzdür? Onda n qədəri, n-i bölərəm 2-yə eləyəcək 0,5n. Şərt nəysə mənə çox aydın olmur. Bir də təzdən baxım. 50 ulotrix yosununda nüvə və xromatoforlar n-dirsə. Hə. Deməli, burada n qədər nüvə və xromatofor varsa, n üstə gəlinsin 50 dənə də hər yosunda bir dənə olmaq şərti ilə hüceyrələri də gəlmiş olaram üzərinə. Və nüvə və xromatoforların hüceyrə, nüvə, xromatoforları. Məncə n üstə gəlsin 50 ilə də ifadə etmək olar. Sual mənə çox aydın olmadı, ya da şərtin nəyindəsə düzgünlük yoxdur. Bir də təzdən baxaq. Demək, 50 dənə yosun var.
Bunu başa düşdük. Bunlardan nüvə və xromatoforların cəmi olacaq n qədər. Tutaq ki, n-ə bir rəqəm qoyuram. Məsələn, 50 dənə yosunun hərəsində x-nə bir yerdə olsun. Tutaq ki, 60 dənə nüvə və xromatofor var. Deməli, 60 dənə nüvə var, 60 dənə də xromatofor var. 60 dənə neymiş? 30 dənə. 30 dənə nüvə var, 30 dənə də xromatofor var deməkdir. Onda hüceyrə sayı olacaq 31, nüvə sayı olacaq 30, xromatofor sayı olacaq 30. Bunları toplasan 3n üstəgəlinsin 1-dən ifadə edərəm. İndi n-dirsə bu, n. 3n üstəgəlinsin 50 dənə Ulotrixin hərəsi üçün bir dənə də yapışmağa xidmət edən hüceyrəni götürsəm 50 eləyər. Yəni, mən 3n üstəgəlinsin 50 alıram. Səhv eləmirəmsə, müəllifin aldığı rəqəm bu deyildi. Amma yenə də olsun, nə bilim, bu dəqiqə gəlmişəm dərsdən dəhşət yorğunam. Ola bilər ki, buradan o yana kafam qaldırmır. 8. Laboratoriyada müxtəlif qablarda yetişdirilən qida maddələrinin üzərindən bir hüceyrəli canlılar əlavə edilib. 3 gün sonra hansında daha çox fərdin olduğunu müəyyən etdilər. O, hansı canlı ola bilərdi? Qida maddələri varsa, təbii ki, burada digər faktorlar nəzərə alınmalıdır. O, qida maddələri əlavə olunub, onların saxlama şəraiti, temperaturu falan bu kimi faktorlar da təsir edir əslində. Sadəcə, digərlərinə görə baxdıqda daha çox fərd olduğunu müəyyən ediblər, hansında? Burada ən çox sürətlə bölünən bakteriyalardılar ki, 20 dəqiqədən bir bölünürlər. Ona görə də digərlərinə görə bakteriyaların sayı daha çox olmuş olar. 9-cu sual. Bayram yeni bitki əkib tez məhsul almaq istəyirdi. O, hansı bitkilərin toxumunu əkərkən buna nail ola bilməzdi? Tez məhsul əldə etmək üçün 1 illik və yaxud da 2 illik bitki əkilməlidir. Məhsul tez versin deyə. Kələm, turp, çuğundur, kartof bunlardan alınar, amma şaftalı bar verməyi uzun müddətə baş verir deyə bundan, məsələn, nail ola bilməzdi deyərdik. 10-cu sual. Verilmiş cədvələ əsasən A və B-nin cəmini tapın. Şəxsən mən ilk qarşılaşdığım belə bir cədvəli öz adıma deyirəm. Daha iti düşünənlər daha tez burada nəyi soruşulduğunu görə bilərlər. Mən şəxsən görmədim, çatmadı mənə. Mikrospor, məsələn, burada A başqa bir şey ola bilər, B hər hansı bir başqa nəyisə soruşa bilər də. O demək deyil ki, burada mikrospor yazılıb, A ondan əvvəlki mərhələni, B ondan sonraki mərhələni nəzərdə tutur. Əgər belə bir şeyi nəzərdə tutursa, şərtdə verməlidir ki, verilmiş cədvələ görə mikrospor deyirsə, məsələn, olsun, çiçəkli bitkinin tozluğunda baş verən proseslər ardıcıl təsvir olunub. Hə, onda mən başa düşərdim ki, birinci A gəlir, sonra ikinci mikrospor hissəsidir, üçüncü də B hissəsidir. Yəni, şəxsən mən öz adıma deyirəm, bu tip sualları işləmək üçün müəllifin necə düşündüyünü bilməlisiniz. O da məncə hər adamın tapa biləcəyi bir durum deyil. Yəni, burada ardıcıllıq gözlənibsə əgər, A, B bir-birinin ardıcısa, o mütləq şərtdə özünü göstərməlidir. Çünki ardıcıl deyil, başqa bir şeylər də soruşa bilər A-nın yerində. Nəysə, demək, mikrosporların sayı 20-dir. Bilirik ki, bir ana tozcuq hüceyrəsindən əmələ gələcək 4 dənə mikrospor. Və o 4 dənə mikrosporda karyokinez prosesi keçirdəndən sonra 2 dənə nüvə əmələ gətirir. O nüvələrində generativ nüvənin bölünməsindən 2 dənə sperm əmələ gəlir. Yəni, deməyim o ki, bu proseslər ardıcıl olsa belə, orada müəyyən mərhələlər var. O mərhələlərin hansının olduğu məncə şərtdə qeyd edilməli idi. Yəni, sadəcə A üstə gəlsin B cəmi bu test üçün çox yetərsizdir. Və bir mikrospordan 2 dənə sperm əmələ gəldiyinə görə sonda 8 sperm əmələ gəlir. İndi əgər 20 mikrospor varsa, deməli, bundan sonda 40 dənə sperm əmələ gələcək və 20 mikrosporu əmələ gətirməsi üçün 5 dənə ana tozcuq hüceyrəsi lazım idi. Deməli, A-nın qiyməti 5, B-nin qiyməti 40 olur. A və B-nin cəmi 40-ın üstə 5 gələndə olacaq 45.
11. Lobya meyvəsində əmələ gələn toxumların sayı 6 olmuşdur. Üşüyüm kisələrində olan neçə hüceyrə maksimum 2 N xromosomlu yığımlı ola bilər və şərtdə qeyd olunur ki, spermlər daxil olmayıb. Spermlər daxil olmayıbsa demək ki, mayalanma getməyib. O zaman toxumların sayı 6-dırsa, bir üşüyüm kisəsindən bir toxum əmələ gələr. Və bir üşüyüm kisəsində spermlər daxil olmamışdan öncə bir dənə diploid xromosom yığımlı hüceyrə olur ki, o da mərkəz hüceyrə olacaq. 6 dənə toxum varsa, 6 dənə üşüyüm kisəsi var. Hərəsində də bir dənə 2 xromosomlu hüceyrə olduğuna görə düzgün cavabımız elə A variantı olacaq ki, 6 dənə idi. 12. Şimpanzenin dişi və erkək qametlərində yetişmə zonasına düşən cinsiyyət hüceyrələrinin sayı eyni olmuşdur. Yəni, dişidə də x qədər hüceyrə daxil olub, erkəkdə də x qədər hüceyrə daxil olub. Alınan qametlərin sayı 150 olmuşsa, yetişmə zonasına neçə dişi cinsi hüceyrəsi daxil olmuşdur? X qədər dişi, x qədər erkək fərdlərin demək yetişmə zonasına hüceyrə daxil olub. X qədər dişidən x qədər qamet əmələ gəlir. X qədər erkəkdən 4, x qədər qamet əmələ gəlir. Toplam bunların cəmi bizə 150 verməlidir. Yəni 5x bərabərdir 150, x də bərabər olacaq 30. Deməli 30 dənə hüceyrə dişidən, 30 dənə də hüceyrə erkəkdən daxil olub. Sonda neçə dişi cinsi hüceyrə əmələ gələr? Bir dişidən bir dənə qamet əmələ gəlir. Ona görə 30 dənə hüceyrə daxil olubsa, 30 dənə də dişi cinsi hüceyrə əmələ gəlmiş olacaq. 13. Düzgün ifadə hansıdır? Bir qametdən yeni fərd inkişaf edə bilər. Əgər söhbət partenogenez yolla deyirsə, partenogenez yolla çoxalmadan gedirsə, bəli, bir qametdən bir fərd əmələ gələ bilər. B variantı bunu təksib edir. Bilirsiniz, variantlar bir-birlərini çox tez-tez təksib edir. Bir qametdən yeni fərd əmələ inkişaf edə bilməz, yanlışdır. Canlılarda ən böyük yumurta hüceyrə, ən böyük heyvan. Söhbət ən böyük heyvan yəqin ölçüsünə görə ən böyük heyvan. Ölçüsünə görə, kütləsinə görə ən böyük heyvan. Yəni, belə bir məlumat qeyd olunmalıdır əslində şərtdə. Ən böyük heyvan dedikdə nəyi nəzərdə? Bəlkə sistematik taksonu böyük olan heyvan demək istəyir. Ona görə ən böyük yumurta hüceyrə ölçüsü ən böyük heyvanlarda olur desək yanlışdır. Ölçüsü ən böyük heyvan məməlilərdirlər ki, onların da yumurta hüceyrələri mikroskopikdir. Erkək qametlər hərəkətli ola bilməz, spermatozoidlər hərəkətlidirlər. Bütün erkək qametlər hüceyrənin ən qədim orqanoidinə malikdir. Burada da yanlışlıq var. Ən qədim orqanoid dedikdə nə nəzərdə tutulur? Hüceyrənin orqanoidləri sitoplazmatik orqanoidlər var və hərəkət orqanoidləri var. Hüceyrənin ən qədim hərəkət orqanoidi desək qamçıdır. Hüceyrənin ən qədim sitoplazmatik orqanoidi deyirsə ribosomdur. Ona görə bütün erkək qametlər dedikdə, yəni burada bir mörtəzə hissəsi açaq, qeyd olunmalıdır ki, hərəkət orqanoidinə malikdir. Bütün erkək qametlər dediyinə görə yanlış olacaq, çünki spermilər hərəkətsizdir. 14-cü sual, timsahın yetişmə zonasına 80 cinsi hüceyrə daxil olmuşdur. Sonda alınan qametlərin 25-i X cinsi xromosomunu daşıyırsa, neçə yönəlci cisimcik Y cinsi xromosomunu daşıyır? Timsahın dişi və erkək olduğunu qeyd etməyib, sadəcə X, Y olduğunu qeyd etməklə şərtdə bizə dişi olduğunu vurğulayıblar və həm də yönəlci cisimcik görürüksə, demək söhbət dişidən gedir. Bu tip sualları həll etmək üçün YouTube kanalımda göyərçin məsələləri yazsanız, belə bir başlıqdaydı. Orada bunların rahat izahını vermişdim ki, necə həll etmək olur. 80 hüceyrə daxil olubsa, meyoz keçirdəndən sonra 80 dənə də qamet əmələ gəlmiş olacaq. Çünki dişilərdə bir hüceyrədən bir qamet əmələ gəlir. Və bu 80 dənə qametin 25-i X cinsi xromosomludursa, 80-dən 25 çıxanda nə edir? 55 dənəsi də Y cinsi xromosomlu qametdirlər bunlar. Və deyir ki, neçə yönəlci cisimcik Y cinsi xromosomu daşıyar? Belə bir düstur vermişdim. Başlanğıc hüceyrə üstəgəlsin X-in qameti bərabərdir Y-in yönəlcisinə. Başlanğıc hüceyrə 80, üstəgəlsin X-in qaməti 25, bərabərdir 105 Y-in yönəldicisi.
Cavab 105-dir. Başqa necə ala bilərik? 80 hüceyrə daxil olubsa 8-i 4-ə vuraram 32. 320 hüceyrə əmələ gəlir. Çünki meyoz keçidir. Və bunun 160 dənəsi X cinsi xromosomludur. 160 dənəsi Y cinsi xromosomludur. 80 hüceyrə daxil olmuşsa 80 qametin var deməkdir. Bunun 25-i X cinsi xromosomlu, 55-i Y cinsi xromosomludur. Və ümumilikdə 160 Y-imiz var. Bunun 55 dənəsi qametdirsə, deməli yerdə qalan 105 dənəsi də yönəlci cisimcik olacaq. Yəni bu yolla da əldə eləmiş oluruq. 15. Qatır quyruğu şam və palıd bitkilərinin hər birinin çoxalmasında mayalanmada eyni sayda dişi qamet iştirak etmişdir. Qatır quyruğu, şam, bir də palıd. Mayalanmada eyni sayda dişi qamet, X deyirəm hər birinə. Erkək qametlərin sayı 1200 olmuşdur. Erkək qametlər demək 1200-dürsə, o zaman qatır quyruğu, şam və palıd. Bunların arasında bölsək, qatır quyruğunun X qədər dişi cinsi hüceyrəsində X qədər erkək qamet, şamın X qədər dişi cinsində X qədər erkək qamet, palıdın X qədər dişi cinsi hüceyrəsinin mayalanmasında demək, ümumiyyətlə, mayalanmada neçə dişi qamet iştirak etmiş və neçə toxum əmələ gəlmişdir, deyir bizə. Mayalanmada iştirak etmişdir, neçə toxum əmələ gələr. Toxum dediyimiz buradan qatır quyruğundan əmələ gəlməz, ancaq şamla palıddan əmələ gələr. Palıdda demək 2x qədər, çünki palıd örtülü toxumludur. Örtülü toxumların bir toxumunun əmələ gəlməsində 2 dənə erkək qamet iştirak edir. Burada da ümumi mayalanmada 120, 1200 erkək qamet iştirak etmişsə 2x-i bunun payına düşür. Deməli, erkək qametləri toplayırıq. X qatır quyruğu, X şam, 2x də palıd. 4x bərabərdir 1200 olacaq. X də bərabərdir 300. Deməli, 300 qatır quyruğunun, 300 şamın, 300 də palıdın dişi qametləri iştirak edib. Və bizə deyir ki, cəmi neçə mayalanmada neçə dişi qamet iştirak edib. 300, 300, 300. 300-ü vuraram 3-ə, 900 dişi qamet iştirak edib. Və neçə toxum əmələ gələr. Qatır quyruğundan toxum əmələ gəlməz. 300 şamdan 300 dənə toxum əmələ gələcək. 300 palıddan 300 dənə də toxum əmələ gələcək. Toplam 600 toxum əmələ gəlmiş olacaq. 16. Qışı kimilər üçün hansı fikir səhvdir? Protal suyu kök vasitəsilə qəbul etmir. Qışı kimlərdə protal suyu kök vasitəsilə qəbul etmir. Bu cümlədən belə başa düşürəm ki, onun protalın kökü var, amma qəbul etmir. Ya mən düz anlamıram. Protalın kökü yoxdur ümumiyyətlə. Yəni bu cümlə onu deyir ki, kökü var, amma qəbul etmir. Kök vasitəsilə qəbul etmir desə, nəyəsə düzgün götürək. Qametlərin mitoz yolla yaranır. Bəli, yosun, mamır, qıcıların qametləri mitoz yolla yaranır. Cinsi nəsil üstünlük təşkil etmir. O deməkdir ki, qeyri-cinsi nəsil üstünlük təşkil edir. Qeyri-cinsi nəsil üstünlük təşkil edir. Bu da düzdür. Bir bitki üzərində həm cinsi, həm də qeyri-cinsi nəsil olur. Bu mamırlara xas olan xüsusiyyətdir. Qışı kimlərdə belə bir xüsusiyyət yoxdur. Bir bitki üzərində yetkin halda qeyri-cinsi nəslin nümayəndəsinə rast gəlmək olur. Yəni sporlara falan rast gəlmək olar. Və sonuncu sual, ən çox istənilən suallardan da biri budur. Güvələrin cinsi çoxalması zamanı yəqin ki, mayalanmada və yaxud da mayalanma hələ qeyd eləməyək buradan 120 X cinsi xromosomlu qamet iştirak etmişdir. Əgər qametlərin 80 dənəsi dişə məxsus olmuşsa, alınan nəslin neçəsi erkək, neçəsi dişi olacaq. Məncə, məsələnin şərtində yanlışlıq var. İndi deyim, siz də öz fikrinizi bildirin rəy hissəsindən. Şərtdən belə başa düşürəm ki, 120 dənə X cinsi xromosomlu qamet iştirak edir. Bu 120-nin 80-i dişiyə aiddir. Əgər qametlərin 80 dənəsi dişiyə aid olarsa.
Yəni onda belə çıxır ki, bu 120 qametin 80 dənəsi dişiyə aiddir. Cüvələr bilirik ki, erkəklər XX, dişləri X0 genotiplidirlər və X0 olması bizə onun partonogenez yolla çoxala bilməsinə bir işarədir. Bunu başa düşdük. Bura qədər aydın ki, cüvələrin söhbət partonogenez yolla çoxalmasından gedir. Və partonogenez yolla çoxaldıqda dişidən bir dənə X, erkəkdən isə, məsələn, bunun digər tayını da çəkək. Axı, burada 2 dənə X var. Erkəkdən 2 dənə X iştirak edir. Erkəkdən 1X-lə dişinin 1X-i mayalandıqda XX dişi alınır. Erkəyin tək qalan X-indən dişi əmələ gəlir. Bir də təzdən deyirəm. Demək, cüvələrin erkəyi XX, dişləri X0'dır. O zaman, laf silək, bir də təzdən deyək. Erkəklərindən 2 dənə X verəcək. 2 dənə X cinsi xromosomlu qamet verir. Dişilərdə isə X0 olduğuna görə 1 dənə X cinsi xromosomlu qamet verir. Əgər deyir ki, qametlərin 80-i dişiyə məxsusdur. Əgər yox, yazardı ki, sonda əmələ gələn qametlərin 80 dənəsi dişiyə məxsusdur. Yəni, bu şərt onu demək istəyir ki, bu 120-nin içindədir. Əslində, onu nəzərdə tutmayıblar. Deməli, 80 dənə dişi qamet varsa, o zaman bunun 40 dənəsi X cinsi xromosomudur, 40 dənəsi 0, içərisində cinsiyyət xromosomu olmayan deməkdir. 40 dənə X cinsi xromosomlu qametin var deməkdir. Alınan nəslin neçəsi erkək, neçəsi dişi olar. Yəni, bu X daşıyanla, bu erkəyin X daşıyan qameti birləşəndə 40 dənə bundandırsa, deməli 40 dənə də bu tərəfdən birləşəndə 40 dənə erkək əmələ gəlmiş olacaq. O zaman erkəyin tək qalan bu X-i çevriləcək dişiyə. Yəni, bundan dişi əmələ gələcək. Üzərinə də bu X0'ı gəlmək şərti ilə ki, bundan da dişi əmələ gələcək. Yəni, bu 40 dənədirsə, deməli, digər də 40 dənə əmələ gəlib də. Yəni, say bərabər bölünür axı bunlar arasında, onu demək istəyirəm. Ona görə də bu 120 dənəni qoyuram qırağa, 120 dənənin 80-i dişidirsə, 120 dənənin 80-i dişidirsə, demək ki, 40 dənəsi də erkəkdir. Mayalanmada iştirak edən. Vallahi, nə bilim, öz dediyimi inanırsınız, özüm də çox anlaya bilmirəm. Çünki bunun burada necə tam aidiyyəti var. Mənə görə, məsələn, bu 120 dənə X cinsi xromosomlu qametin hələ ki məsələyə çox aidiyyəti yoxdur. Dişinin 80 dənə qameti iştirak edib. Dişidən 2 dənə qamet görürəm. 80 dənə qameti bu ikisinin arasında böləndə hərəsindən 40-40 düşür. Və bu 40 dənə X cinsi xromosomlu birləşəndə 40 dənə erkək olacaq. Digər 0 olanlar da olacaq dişi. Ona görə 40 dənəsi XX olacaq erkək. 40 dənəsi isə X0 olacaq dişi. Məsələnin şərtində böyük bir çatışmazlıq görürəm. Bəlkə də mənə görə elə gəlir, bəlkə şərtdə ihtisaflıq yoxdur, deyə bilmərəm. Amma yəni məndən izahını istəmişdiniz, izahını verə biləcəyim hissə bu qədər idi. Yəni, bu əgər sözümdə ona görə sildim ki, bu demək ki, bu 120 dənə X-in 80 dənə X-i erkək dişinindir. Onda məsələnin şərti tamamən dəyişir. Yəni, məsələnin həlli də dəyişir. Amma bunu nəzərdə tutmadıqlarına görə ümumilikdə əgər sözünü silirəm. Qametlərin mayalanmada iştirak edən və yaxud da sonda əmələ gələn qametlərin 80 dənəsi dişiyə məxsusdur. Kimi cümlə qurulsaydı, onda daha aydın görünür ki, 80 dənəni X-lə X0 arasında böləndə hər birindən 40-40 olur. 40 dənə XX, 40 dənə X0, deməli 40 erkək, 40 da dişi əmələ gəlmiş olur. Mənim izah etmək istədiklərim bu qədər. Fikirlərinizi rəy bölməsində qeyd edin.